Kimi bir sizə sual verəcəm. Riyaziyyatdan çox uzağam. Yəni riyaziyyatla bağlı, terminlərlə bağlı yox. İndiki dərslərlə bağlı. Məsələn də misal verirlər, tənlik verirlər. O vaxt deyirdilər ki, hə, məsəl üçün də 6 üstə gələk 5 bərabərdir neçə? Hamı bilirdi ki, parmağımızla da hesablayırdıq. Uşaq vaxtı deyirdik ki, 11'dir yazırdıq. İndi o 11'i tapmaq üçün bir 11 dəfə fırlanmaq lazımdır. Bu nə məsələdir? Başa düşürəm. Məsələn xanım, mənim bir nəvəm var, Allah nəvəmə saxlasın. 2-ci sinifdə oxuyur, Mələk. Deməli, arada görürəm ki, nəsə məşğul olur, görürəm çətinlik çəkir. Deyirəm ki, Mələk, baba da riyaziyyat müəllimidir də, Mətəhat xanım, baxıram, o qədər çətindir. Çətindir. Çox o vaxt ki, 2-ci sinif uşaqların dərsi ilə yox, mən bir şey bilmək istəyirəm ki, 6 üstə gələk 5 gələndə 11 eləyir də. Bundan o tərəfə 12 dartsan belə 12 olmayacaq da. Bu bizim vaxtımızda tam fərqli idi. Bilmirəm, indi 10-cu sinifi 1-ci sinifdə keçirlər. 10-cu sinifdəki olan, məsəl üçün bir faktı deyim ki, biz məktəbi bitirdik, universitetə daxil olanda o vaxt test deyildi də, sualları cavablandırırdıq. Gəldi, bileti çəkdi, gördüm ki, 8-ci sinif tarixindən düşüb. Bir şey hazırlaşmamış, dedim, danışıram. Danışdım, qiymətimi aldım. Gəldim ədəbiyyatdan, danışdım, qiymətimi aldım. Yəni, o qədər rahat idi, amma heç kimdə savadsız değildi də, bunu da deyim, əzbərçi də deyildi, bu da var. İndi bilmirəm, Allah rəhm eləsin indiki tədrisə, indiki müəllimlərə, uşaqlara da yazığım gəlir.